Azərbaycan modernləşmə yolunu tutub və Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə atılan növbəti addımdır. Agentliyin sədri İnam Kərimov formalaşmaqda olan asan xidmət mərkəzləri haqqında məlumat verir. Bildirir ki, bu mərkəzlər müxtəlif dövlət orqanlarını bir məkanda cəmləyəcək və tam sivil, heç bir əlavə rüsum ödənilmədən əhaliyə yüksək keyfiyyətli xidmət göstərəcək. Məqsəd də bütün dövlət orqanlarını vahid məkanda birləşdirməkdir. Yəni artıq asan xidmət mərkəzi deyilən binalar olacaqdır. Yəni bunu bir bina kimi təsəvvür edin və hər bir dövlət orqanı deməli fərmanla müəyyənləşdirilmiş 9, daha konkret olaraq 9 dövlət orqanı 23 xidmətini vətəndaşlarımıza təqdim edəcəkdir. Asan mərkəzlərində bütün ödənişlər elektron qaydada bank vasitəsilə ödəniləcək. İnam Kərimov mərkəzlərin istirahət günləri də daxil olmaqla həftənin bütün günləri fasiləsiz fəaliyyət göstərəcəyini də deyir. Həmçinin mərkəzlərdə gözləyən insanlar üçün rahat şərait də yaradılacaq və onların növbəsi ilə bağlı məlumatlar SMS-lə ötürüləcək. Asan mərkəzləri ödənişli əsasla səyyar xidmət də göstəriləcək. Bu xidmət əlil və digər kateqoriyalı vətəndaşlar üçün pulsuz olacaq. Mərkəzlərin fəaliyyətində şəffaflığın qorunması isə əsas şərtlərdən biridir. Əsas fəaliyyət prinsipi məhz şəffaflıq olacaqdır və bu mərkəzlərdə göstərilən xidmətlər bütün sahələrdə, bütün deməli aspektlərdə şəffaflıq prinsipinə əsaslanacaqdır. Və asan xidmət mərkəzlərinin fəaliyyətində əsas kriteriya məhz vətəndaş məmnunluğu olacaqdır. Bizim ilkin vətəndaş cəmiyyəti ilə, əhalimizlə apardığımız araşdırmalar, sorğular bizə 4 sahədə deməli öz fəaliyyətimizi qurmağa deməli biz planlaşdırırıq. Əlbəttə ki, bu ilkin deməli tədbirlərdir. Bundan başqa xidmətdə çalışanların vətəndaşlarla iş qabiliyyətini artırmaq üçün xüsusi etik davranış kursları təşkil olunacaq. Yığılan rüsumun 30%-i asan xidmət mərkəzinə qalacaq ki, bununla da əməkdaşların sosial təminatı ödəniləcək. Qeyd edək ki, bu mərkəzlərdə notariat xidməti, yaşayış mənzili üçün çıxarışın, forma 1 adlanan sənədin, şəxsiyyət vəsiqəsinin verilməsi və sürücülük vəsiqəsinin dəyişdirilməsi daxil olmaqla 23 növdə xidmət göstəriləcək. Elnur Şibliyev, Taceddin Asıfoğlu, Bakı.